Hər birinizi salamlayıram və ümid edirəm yaxşısınız. Bugün enerji alanımızda nələr var və bizi bu enerji alanımızda nələr gözləyir? Ən yaxın zamandakı möcüzəvi dəyişikliklər, kainatın mesajlarına baxacağıq və dəstə seç olacaq təbii ki. Dəstə seçə keçməzdən öncə hansı dəstə ilə uyumlanacaqsınız? Burada sizin üçün qəşəng qələmlər ayırmışam. Deməli, birinci dəstə koriçnevi qəhvəyi rəngdə qələm. İkinci qırmızı, üçüncü isə qaradır. Üç enerjidən hansı sizə yaxındırsa onu seçirsiniz və keçirik videoya. Gəlin baxaq görək. Birinci, yəni qəhvəyi rəngli karandaşı seçənlər hansı enerjidədir? Hal-hazırda enerjiniz necədir? Sizi niyyət edirəm. Siz də öz adınızı deyin, özünüzü niyyət edin, öz enerjinizi niyyət edin. Baxaq görək sizin enerji sahənizdə hal-hazırda hansı enerjilər var, hansı tezliklər var, hansı frekanslar var ümumiyyətlə. Baxaq. Sizin enerjiniz. Burada deməli ilk öncə bunu göstərir ki, yaxın bir zaman içərisində ola bilər ki, bir dəvət, bir toplum olan bir yerdə olmusunuz. Hər hansı bir toyda və yaxud da hər hansı bir nişanda və yaxud da hər hansı bir ad günündə olduğunuzu görürəm. Amma və yaxud da sizin ola bilər ki, gözəl bir gününüz olub, yəni ki, nişan, toy və s. Amma həmin vaxtdan sonra, bundan sonra sanki bir ağırlıq, bir negativ enerji, sanki belə bir çox güləndən sonra, çox belə görünəndən sonra o insanın enerjisi bir düşür, belə bir özünü negativ hiss edir. Bəzən heç nəyə həvəsim yoxmuş kimi hiss edir. Sanki hal-hazırda üzərimdə bir çökür, bir enerji çökür və çox özümü narahat hiss edirəm deyən bir enerjide olduğumuzu görürəm birinci dəstə. Və burada daha çox mən öz ailəsi ilə, öz evi ilə birlikdə, ya ailəli xanımlar ola bilərsiniz, evliliyə hazırlaşan xanımlar ola bilərsiniz. Amma pulunu qazana bilən, öz maddiyyatı olan, yəni özünə aid olan bir büdcəsi olan, çox da kimdənsə asılı olmayan, evli olmasa belə ailəsi ilə maddi olaraq, yəni özünə aid olan sanki məsələn onun bir hesabı var. Belə bir enerjide görürəm və hal-hazırda ola bilər ki, kimlərsə həyatında hansısa bir bəylə münasibətlərinə ara veriblər və ya bir-birinə əngəlləyiblər, bloka atıblar. Belə bir durum ola bilər. Yəni sanki bir-birinizi əngəlləmişsiniz ki, məni tapa bilməm, mənə yaza bilməm. Başqa, görək kimlər birinci dəstəni seçib. Görək kimlər birinci dəstəni seçib. Baxaq. Duygusal, özgüvənli, özünə dəyər verən, özünü sevən xanımlar və bəylərdir. Hal-hazırda bir mövzuda narahat ola bilərsiniz, hal-hazırda bir mövzu sizi narahat edə bilər. Yeni bir pul qapısı var önünüzdə, sanki yeni bir maddi və yaxud da mənəvi bir başlanğıc edirsiniz öz həyatınızla bağlı. Münasibətləri idarə etməyi, münasibətləri əldə saxlamağı, sizin tərəfinizdə olmasını sevən bir insansınız. Sadəcə hal-hazırda sanki əslində real olmayan qorxularınız və sizi sanki belə deyək də birdən belə olmasa, birdən fikirləşdiyimdən daha pis olsa, sanki bir qorxunuz və bir illüziyada əslində real bir qorxu da deyil, amma çox narahat olduğunuz bir mövzu var və ola bilər ki, hətta bu olsa əgər əlimdəkini itirərəm, pulum gedər, ailəmdə problemlər olar, müəyyən bir çətinliyə düşərəm. Sanki belə bir qorxularınızın da olduğunu görürəm. Yaxşı. Görək sizi ən yaxın zamanda nə gözləyir? Kainatın sizə mesajı nədir? Kainatın sizə mesajı nədir? Əziz birinci dəstə sahibləri. Kainatın ən birinci mesajı hal-hazırda siz düşünə bilərsiniz, kimlərsə şübhə eləyə bilərsiniz, kiminləsə münasibətləriniz pozula bilər. Amma ikili münasibətlərlə bağlı kiminləsə razılaşmağa, məsələn, ola bilər bu sizin müdürünüzdür, ola bilər bu atanızdır, ola bilər bu partnerinizdir. Bir insan, hansı ki bu insan biraz bilsiz necədir, siz onunla görüşəndə hər şey yaxşıdır. Amma məsələn evə getdiniz, ola bilərsə çox soyuq davranır. Ümumiyyətlə bu insan soyuqqanlı və bir növ həqiqətən məni sevirmi, sizi düşündürür yəni bu insanın bu davranışı və nədənsə siz ondan şübhə eləyirsiniz. Sanki bir-birinizə qarşı bir ego savaşı var, bir intriga var.
Sanki bir-birinizə nəsə sübut eləməyə çalışırsınız. Kimin sözü keçəcək davası var? Kim daha haqlıdır? Bunlarla bağlı 2-3 həftəlik bir dönəmdən münasibətlərdə orta yolu tapmağınız müşahidə olunur. Ola bilər ki, fikrinizə tutduğunuz insan və yaxud da kim nə ilə bağlı baxırsınızsa bu videoya, burada biraz sizdə də, qarşı tərəfdə də aqressiv tavırlar, aqressiv davranışlar ola bilər. Ümumiyyətlə burada qarşı tərəfin daha çox manipulyasiyadan istifadə elədiyi, müəyyən qədər ağıl oyunları oynadığı, müəyyən qədər deyərdim ki, nə isə yalan danışdığı və hətta sizin ola bilər ki, münasibətdə hal-hazırda indi xəyanət teması, aldadırsan məni, başqa insanların fikirlərinə qulaq asırsan, tam olaraq münasibətə tam dürüst deyilsən söhbətləri var. Amma burada sizin enerjiniz isə belədir. Mən saflığımı qoruyacağam, mən təmizliyimi, mən öz dürüstlüyümü qoruyacağam. Sən bildiyini et. Sən öz bildiyini et deyirsiniz və qarşı tərəflər nə qədər soyuq və beşsiz davranırsa, siz o qədər duyğusal və özünüzü, öz o dişil enerjinizi aşağı salmadan gözləyirsiniz. Yaxın bir zaman içərisində ola bilər ki, həmin bu insanla bağlı ortaq tanışlarınızdan sizə bir addım, bir təklif gələ bilər. Sanki bir xəbər eşidə bilərsiniz və müəyyən bir sanki hər ikinizin transformasiyası baş verəcək. Yəni ki, ümumiyyətlə mən bunu yaşadım, nəyi mən keçmişdə buraxmalıyam, nəyin enerjisidir, hansı səbəbdən mən bu hadisələri yaşadım və münasibətlərinizin şəfalanacağını, istədiyinizə çatacağınızı görürəm və istədiklərinizi reallaşdıranda, burada xüsusən xanımların istədiklərini reallaşdırdığını görürəm. Belə bir şey deyəcəksiniz. Hər zaman özüm savaşmışam, hər zaman özüm tapmışam yolunu və hər zaman qalib olmuşam. Yaxşı, başqa sevgi ilə bağlı olmayan niyyətləri fərqli olanlar üçün nələr gözlənilir? Niyyətləri fərqli olanlar üçün nələr gözlənilir? Ümumi olaraq bu dəstəni seçənlərdə ay kartı gəlir. Ay kartı şuuraltı qorxuların və illüziyaların, yəni əslində beyində birdən çox qorxunun, narahatlığın olduğunu və bəzi şeyləri böyütdüyünüzün kartıdır və kimi üçünsə darıxmağın, kimisə özləməyin, keçmişə aid nələrsə tez-tez düşünməyin kartıdır və hal-hazırda müəyyən bir taleyinizlə bağlı, taleyinizi təsir edəcək bir olayla bağlı bir qərar verməlisiniz və bu qərar aşamasında qərarsız olduğunuzu əslində görürəm. Ola bilər ki, hal-hazırda kimin üçünsə darıxırsınız, bacı, qardaş, eks sevgili və siz çoxdan da görmədiyiniz biriləri və qorxu, narahatlıqla onları darıxırsınız ki, görəsən necə olacaq. Müəyyən bir soyuq külək var hal-hazırda. Sanki ümumiyyətlə istər sevgi ilə baxanlar, istər pulla baxanlar, yəni pul üçün baxanlar fərqi yoxdur. Hal-hazırda bir aqressiya var. Hal-hazırda bir buz var. Yəni sanki istəkləriniz biraz soyuq formadadır və donmuş formadadır. Hal-hazırda siz belə hiss eləyə bilərsiniz ki, sanki bir şeylər donub, sanki bir şeylər istəyirəm, amma alınmır. Və yaxın bir zaman içərisində əslində 6 gün, 6-sı, 16-sı, 26-sı bir yer dəyişiminiz ola bilər, bir məsafə dəyişiminiz ola bilər, bir səyahət planınız ola bilər. Kontrolu buraxmanızı tövsiyə edirəm. Biraz olayları yumuşatmağınızı, içinizdəki sizə qarşı olan haqsızlıqlara qarşı olan aqressiyanızı azaltmanızı istəyirəm. Yaxın bir zamanda nə görürəm? Dəyişim və tərk edişlər var. Sizin sanki bir şeyləri artıq yorulub, savaşmaqdan yorulub, üzülməkdən yorulub, nəyisə tək tərəfli olmasından yorulub, vaz keçəcəyinizi və dediyim kimi, bəziləriniz fiziki olaraq, bəziləriniz mənəvi olaraq uzaqlaşma qərarı verəcəyinizi, özünüzə fərqli bir həyat və fərqli bir şəkildə artıq buradan bu savaş, bu soyuq müharibə, necə deyərlər, bu dirəniş və mən davamlı üzərimdə sanki mən kontrol eləməliyəm, sıxılıram, gərginəm dediyiniz məsələlərlə bağlı mən artıq bundan yoruldum, mən artıq bundan bezdim. Uzun müddətdir ki, bədənimdə bu gərginlik var, uzun müddətdir ki, mən bunu düşünürəm və yoruldum deyəcəyiniz bir dönəm olacaq. Daha sonra
Müəyyən bir mövzuda karyer həyatınızla bağlı və həyatınızda nələrsə netləşdirməklə bağlı artıq sanki nəsə etmək lazımdır. Artıq nəyisə netləşdirmək lazımdır və sanki içinizdə yenə də birdən bacarmaram, olmaz və alınmaz qorxuları var. Və müəyyən bir dövlət rəsmi idarə ilə bağlı bir məsələnizdə problem ola bilər. Çünki baxın, siz gərginsiniz və biraz enerjilər də hal-hazırda burada gərgindir. Çünki sizə gəlməkdə olan bir pul məbləği və başlanğıcın önünü hal-hazırda kəsən başqa bir enerjilər var, fərqli enerjilər var. Sanki biraz hal-hazırda belə deyək, özünüzə güvənmək üçün, biraz rahat olmaq üçün, biraz mən əvvəllər də bu problemləri yaşamışdım, amma onu düzəltdim deyə bilmək üçün. Eyni zamanda biraz xəyal qırıqlıqları, davamlı seçənək çoxluğu. Çünki burada həm qərarsızlıq var, həm seçənək çoxluğu var, həm bir enerji dağınıqlığı var. Ümumiyyətlə birinci dəstə resursunuz çox faydasız, lazımsız yerlərə gedir. Yəni sizin günlük enerjiniz, Allahın, Tanrının sizə verdiyi günlük enerji çox lazımsız və mənasız yerlərə axır deyə günlük istədiyiniz şeyləri reallaşdırmağa, məqsədinizi reallaşdırmağa enerjiniz qalmadığını görürəm. Yəni sizin istəklərinizə çatmağa addım atıb o istəyinizi əldə etmək üçün sanki bir enerjiniz qalmır. Düzdür, burada belə bir durum var. Hak etdiyiniz dəyəri, hak etdiyiniz pulu, bəlkə kiminsə sizə olan borcunu və s. alacaqsınız. Amma hal-hazırda sanki bir həyatınızın pauza mərhələsindəsiniz. Donmuş, geri çəkilmiş, tıxanmış, heç kəsin danışmayan bir mərhələsindəsiniz. Ona görə məsləhətim budur ki, enerjinizi, resursunuzu aparan məsələləri bir yazıb həll edəsiniz və professional dəstək alasınız. Çünki biz bir enerji, özümüzdə bir enerji və bizim istəklərimizə çatmaq üçün də bizim bir enerji, həmin o enerjinə biz istəklərimizə çatırıq. Əgər enerji yoxdursa, pulda yoxdur, sevgidə yoxdur və enerjinizi başqa nələrə xərcləyirsinizsə, nə sizin günlük enerjinizi sanki tükədirsə, bunları yazıb özünüz üçün enerji qabı düzəltməyinizi, bir enerji qabı çəkin özünüz üçün və orada yazın günlük olaraq mən enerjimi nəyə xərcləyirəm. Və burada bir donmuşluq və bir hərəkətsizlik var. Sizi hərəkətsiz saxlayan enerjini araşdırın. Baxın, görün, nəyə görə bu qədər qılıçlar çoxdursa, əgər bir baxımda bu deməkdir ki, düşüncə çoxdur, fikir çoxdur, problemləri düşünmək, yəni artıq duyğusal tərəfimizi deyil də daha çox zehin tərəfimiz aktivdir. Zehin aktivdirsə şeytan daha çox bizə yaxındır. Çünki şeytan hər zaman insana zehin vasitəsilə daha yaxınlaşır. Ona görə zehninizi bir təmizləməyi, meditasiya etməyinizi və şuuraltınızı biraz boşaltmanızı məsləhət görürəm. Keçirik ikinci dəstəyə. İkinci, yəni qırmızı rəngdə qələmi seçənlər üçün kartları qarışdırıram. İlk öncə baxaq görək enerji sahənizdə hal-hazırda nələr var və hal-hazırda hansı enerjini ümumiyyətlə kainata siz yayırsınız. Nə üçün belə bir sual verirəm? Çünki biz yaydığımız enerjinin qarşılığını hər zaman görürük. Eyni enerji ilə bizə kainat cavab verir. İkinci dəstəni seçənlərin hal-hazırki enerjisinə baxaq. İkinci dəstəni seçənlərin əslində hal-hazırda belə bir həvəsli olduqlarını, bir şeyləri etmək istəyirlər, bir şeylər var, planlar var belə. Bunu eləyərəm, onu eləyərəm, bunun üçün. Amma bir tərəfdə də sanki başqa bir özünüzlə olan tərəfiniz çox enerjikdir. Yəni ki, mən bunu bacaracağam, mən bunu eləyəm, belə bir planlarım var. Amma bir tərəfdən də xüsusilə bir qadınla bağlı hal-hazırda bir qəlb qırıntısı və üzgünlük yaşaya bilərsiniz. Hal-hazırda bir niyə belə oldu düşüncəsində ola bilərsiniz. Və daha sonra aldadıramı özümü, aldanıramı? Burada bir qılınc yedilisi var. Qılınc yedilisi hər zaman bir tık keçmişə baxmaqdır. Yəni keçmişdə olaylara düşünmək, nostalji dalıb keçmişi bugünlə müqayisə etməkdir. Xüsusilə də hal-hazırda burada deyirəm, burada əslində sizin ətrafınızda bir imperator enerjisində bir bəyin varlığını görürəm. Bu insanın kupa altılısı ilə birlikdə sizi çox darıq, sizdən ötürü çox darıxdığını və
sizin qayğınıza qalmaq istədiyini, sizinlə gözəl zaman keçirmək istədiyini görürəm və eyni zamanda siz də əslində hal-hazırda gözəl bir enerjidəsiniz, neqativdə deyilsiniz. Amma ortada bizim qılıç üçlüsü və qılınc yedilisi. Yəni aldanırammı və aldadırammı özümü və qəlbim incikdir, qırğındır və mən bu enerjinin dadını çıxarda bilmirəm. Və xüsusilə də ola bilər ki, hər hansı bir kimdəsə xəyanət temaları da ola bilər. Yəni tutaq ki, biri sizi barışmaq istəyir hal-hazırda, geri qayıdıb, amma siz düşünürsünüz ki, yox, o məni bir dəfə aldatsa yenə aldada bilər məsələn. Bu da ola bilər. Çünki sanki bu aralar keçmişdə aldanmışam, yenə də aldanaram temalarının daha çox sizin günlük enerjinizdə istifadə etdiyini görürəm. Başqa, kimlər ikinci dəstəni izləyirsən? Baxaq. Aha, burada belə bir məsələ var. Ola bilər ki, hər hansı bir gözlənti içərisində, baxın bir gözləntidəsiz. Filan şey olsa da sevinsəm, bu yaşansa da belə deyək, bunu qeyd eləsəm enerjisindəsiz. Sanki bir şeyləri gözləmək və bu gözlədiyiniz məsələ də çox qeyri-müəyyəndir və bu qeyri-müəyyənliyin bitməsini gözləyirsiniz sanki. Və hal-hazırda həmin o məsələ həll olsa, həm maddi, həm mənəvi yaxşı olacaq, amma sanki hələ ki önünü kəsən bir şeylər var və mən gözləmədəyəm və sanki baxın görürsünüz necə bir soyuq bir yerdədir oğlan. Ola bilər biraz aqressiyadır bu, müəyyən qədər sizlərdə hal-hazırda aqressiya var və hal-hazırda heç nəyə qarşı həvəsin olmaması, müəyyən bir duyğusal boşluğa düşmək. Çünki bu dediyim kimi istəyirəm olsun, amma önünü kəsən bir şeylər var və buna görə də hal-hazırda sanki savaş meydanında özümü tək hiss eləyirəm və üşüyürəm də, yəni soyuqdadır və isti deyil mənə soyuqdur enerjisindəsiz. Və eyni zamanda hal-hazırda kimlərdə isə belə bir durum var ki, bir ayrılıq yaşanıbsa kimlərinsə həyatında və yaxud da bir nədənsə inciklik olubsa, kiminləsə münasibətlər bitibsə, sanki sağalma və geri çəkilmə mərhələsidir. Yəni bu an üçün mən çox yıpranmışam, geri çəkilmişəm, enerjimi toplayıram, gücümü toplayıram geri qayıtmaq üçün. Sanki belə bir enerji də var. Daha sonra burada hal-hazırda partnerim var, partnerim barışmaq istəyir, amma çox vəhşisiz bir partnerdir. Çox belə əvvəllər də şans vermişəm, amma soyuq, dəyər verməyi tam bacarmayan, müəyyən bir dəyişkən, sadəcə məntiq çərçivəsi, ancaq özünü düşünən bir partnerim var deyirsinizsə, hal-hazırda həmin insanla aranızdakı danışıqların nəticə vermədiyini və sanki nə deyirsə desin, o aranızdakı buz ərimir. Sanki ortada bir buz var və o ərimir və siz deyirsiniz ki, mən indi geridə dayanacağam. Sənin mesajına mı, attığına mı, sənin məni manipulyasiya etməyinə mi? Çünki bəzən bəylərdə olur, nəyisə təklif edir, istəmirsən başlayır aqressiv danışmağa. Sənin aqressiyana və manipulyasiyalarına cavab verməyəcəm və geridə dayanacağam. Belə bir enerjidəsiz. Yaxşı. Baxaq görək sizi yaxın zamanda nələr gözləyir. Ən qısa zamanda sizi nələr gözləyir? İkinci dəstəni seçənlər. Ən yaxın zamanda sizi nələr gözləyir? İlk növbədə daxili səsinizi dinlədiyiniz hər şeyə, yalnız qaldığınız hər an, özünüzlə tək başına qaldığınız hər an və özünüzlə tək qalıb ümidinizi itirdiyiniz hər bir mövzuya bağlı 8 zaman içərisində bir xəbər, bir informasiya alacaqsınız. Bir çoxlarınız daxili səsinlə fərqindəlik yaşayacaq. Sanki içəridə ruhu ona deyəcək bəzi şeylərin doğru və ya yanlış olduğunu. Daha sonra maddi olaraq daha özlərini rahat hiss edəcək ikinci dəstə. Ola bilər iş və ya karyera ilə bağlı, ola bilər maddiyyatla bağlı yenilik var və yaxud da ki, həyatınızda olan partnerdən gələn bir dəstək var burada və sanki onun sizə qarşı münasibətlərində daha stabil, daha düzgün,
Ola bilər ki, indiyə kimi məsələn daha dalğalı idi, indi isə daha nə istədiyini bilən tavrını siz görəcəksiniz. Eyni zamanda evlilik, ailə ilə gözəl zaman keçirmək, bir evlilik danışıqlarının olması və sanki münasibətləri daha da irəlilətmək, xoş duyğular yaşamaq, xoş duyğuları paylaşmaq olacaq və xüsusilə də baxın, kupa ası gəldi. Böyük bir təklif, böyük bir başlanğıc, tamamilə yeni bir səhifəni açmaq. Bu yeni səhifəni açarkən bunu böyük bir özgüvənlə və daxili böyük bir özdəyər duyğusuyla açmaq və bu başlanğıc birbaşa sizin duyğularınıza xitab edir. Yəni məntiqinizə deyil, duyğularınıza xitab edir. Ürəyimdən keçən buydu. Elə bunu istəmişdim, buydu gözlədiyim dediyiniz bir yeni başlanğıc var və xüsusilə də bu başlanğıc dediyim kimi bir bəydən gələcək və bir bəylə bağlı ola bilər. Və bu aralar sizin məsləhətim daha çox özünüzə suallarınızla, özünüzə qarşı həyata bağlı olan suallarınızla bağlı suallar verərkən təklikdə, gözəl bir məkanda, bir təbiət qoynunda, sakitlikdə özünüzə sual-cavab etməyinizi istəyirəm. Özünüzü qeyri-müəyyənlikdə saxlayın, bütün sualların cavabını daxilinizdən almağınızı məsləhət görürəm. Daha sonra ikinci dəstəni nələr gözləyir? İkinci dəstə, burada belə bir uzaq bir məsafə yolculuğu düşür sizin üçün. Amma uzaq məsafə ilə bağlı və bir planınızla bağlı, hansı ki bu məsafə ilə bağlı bir plandır, harasa getməklə bağlı bir plandır. Bu planla bağlı bir narahatlıq hiss edirsiniz. Olacaqmı, olmayacaqmı, alınacaqmı, gedə biləcəmmi, gedə bilməyəcəm, bunu düşünürsünüz. Müəyyən bir üzərinizdə çox gözləmə, biri var gözləmə modu var. Mən deyirəm ki, məsələn, bəzən biz sakitlik, bəzən isə ertələmə modu var. Burada bəzi şeyləri tamamilə ertələdiyinizi və sanki ertələyib doğru zamanı gözləyirəm deyirsiniz, amma əslində ertələyirsiniz və burada biraz qurban pozisiyasına salırsınız özünüzü. Yəni ki, sanki əlim qombaqda indi hərəkət eləyə bilmirəm. Bu sizin yaxşı bir enerji deyil. Daha sonra çöldən daha soyuqqanlı görünürsünüz. Burada baxın, prinsessa meçəyə gəlib. Kupa yedilisi ilə amma deyir ki, nə istəyirəm, nə axtarıram, yönüm nədir, məqsədim nədir, hara doğru getməliyəm. Bunları tam ayırt edə bilmirəm və hal-hazırda bilirsiniz necə bir enerji. Birinci dəstədə də buna oxşar enerji. Sanki özümü hal-hazırda dondurmuşam, gözləyirəm. Belə bir mod var burada və bununla da sanki sizə doğru gəlməkdə olan, yəni sizinlə bağlı qərarlar verməkdə olan biriləri var. Məsələn, işlə bağlı CV vermişsiniz, sizinlə bağlı qərar verilməlidir. Və ya da partner sizinlə bağlı qərar verməlidir. Sizin qərarsızlığınız qarşı tərəfin də qərarsızlığına səbəb olur. O da sanki bir qərarsız formadadır. Amma sizin əlinizdə sanki qılıncımı yerə qoymuram, üzərimə gəlsən sən də səni incidərəm. Amma incini daxilimdə qarma-qarşı. Yəni savaş modundasınız, amma əslində daxili, yəni savaş modunu hərəkətə keçmir. Sadəcə pasiv-aqressiv bir modda olduğunuza görə bununla bağlı işləyin mütləq. Daha sonra yaxın bir zamanda nələr gözlənilir? Çünki bu enerji bu arada bunu da deyim. Əgər hal-hazırda sizin uzaq məsafədə biri ilə bir münasibətləriniz varsa və yaxud da ki, uzaq məsafədən birindən bir xəbər gözləyirsinizsə, sizin bu modunuz işlərin daha da uzanmağına, alınmamağına və qarşı tərəfin də hərəkət edim yoxsa yox, bir şey eləyim yoxsa yox, onun da bir qərarsızlığa düşməyinə səbəb olur. Qarşılıqlı olaraq bir-birinizə hələ gözlə, hələ başqa vaxt enerjisini yayırsınız. Daha sonra yaxın zamanda sizi nələr gözləyir? Aha. Yaxın zamanda qəlbinizi qıran insanlardan və olaylardan bir qədər uzaqlaşacağınızı görürəm. Sanki yaxın 6 həftəlik bir dönəmdə mən artıq yoruldum, bir sıxıldım və burada bacarmıram artıq və səninlə də bacarmıram deyib bəzi insanlarla uzaqlaşacağınızı görürəm. Yeni bir təklif var qapıda, yeni bir sanki şans var. Qapınızı döyən sanki bir elçi var da, belə deyərlər. Tanrının sizin üçün göndərdiyi yeni bir başlanğıc enerjisi var burada. Daha sonra yeni bir pul var, yeni bir, ola bilər kimsə öz işini qurur, ola bilər kimsə işə düzəlir, ola bilər kiminsə maddiyyatla bağlı maaş artımı var, ola bilər kimsə gözlədiyi, baxın,
Gözlə, əlində pulla gəlir. Deyir ki, sənə gətirirəm mən pulları. Və bir pul məbləği ilə sizə doğru gələn bir insanın varlığını göstərir və eyni zamanda e, ətrafından yaxşı dəstəkləyən, sevdiklərinizdən gözəl dəstəklər də alacağınızı görürəm. Yetər ki, dəyənək beşisi biraz egoya nəzarət edək. Çünki ola bilər beşi tarixlərdə sizin dediyiniz, sizin yüksəlişiniz mi deyim, sizin belə deyək də, həyatınızda bəzi şeylərin artıq qaydaya düşmə ərəfəsində birazcıq egonuzda belə bir partlayış ola bilər. Ətrafdakılar dinləməmə, xüsusilə sizi sevən insanlarla danışarkən onların sözünü dinləmək, onlar sizi dinləmir, bir mübahisə yarana bilər. Bununla bağlı ehtiyatlı olun. Daha sonra sizi nələr gözləyir? Burada kiminləsə uyumlanıram, bu fərqli bir xanımdır. Bu xanım çox duyğusal bir xanımdır və nədənsə çox küsüb hal-hazırda. Sanki bir şey gözləyir və onu kimsə incidir və o gözləyir nəyisə, üzgündür, çay içir, baxın burada, amma belə kefsiz formadadır, deyir məni incitmişsən, küsmüşəm, dodağında sallayıb oturub və ona qarşı şuur altında da bütün fikrində də ancaq həmin bu mövzunu fikirləşir, başqa bir şey düşünə bilmirəm deyir və sanki həmin o şeyi fikirləşəndə də düşünür ki, mən bunu haqq eləmirdim, sən bunu mənə niyə elədin, mən bunu niyə yaşamalıydım, mənə niyə bunu yaşadırsan, belə bir düşüncələr var burada. Burada deyir ki, haqq etdiyin şey nədir sənin? İstədiyin şey maddidir. Bəlkə kiminsə ad gününə hədiyyə gəlməlidir, gəlməyib. Bəlkə kiminsə borcunu verməyiblər. Yəni, çünki burada deyir ki, haqq edişin əslində maddiyyatla daha çox bağlıdır. Bir şey istəyirsən, deyir, sənə doğru gəlməlidir. Tamam, deyir, onun gəlişini gözlə. O çox rahat bir şəkildə sənə gələcək. Sadəcə, baxın, pasiv gözləməyin. Ola bilər ki, gözləyərək edəcəyiniz hər hansı bir addım həmin məsələni daha sürətləndirə bilər. Burada biraz daha çox sizin gözləyib də bir şeylər olsun istədiyinizi göstərir kartlar. Və kartlar deyir ki, tamam, gözləyirsən, amma sanki sən də bir şeylər eləməlisən, sanki sən də bir davranışı dəyişməlisən, sən də bir qərarı dəyişməlisən, başqa bir şey eləməlisən, eyni şeyləri təkrar, məsələn, kimdən küsmüsünüzsə və bu kimlə bağlıdsa, əvvəllər də oldu, gözlədiniz, gəldi. Yenə gəlir. Amma yaxşı. Nə qədər belə monoton davam edəcək? Bəlkə bu dəfə sən fərqli davranasan. Sən bəlkə bir enerjini dəyişəsən. Son 3 kartımızı da çəkirik. Aha. Burada isə deyir ki, keçmişdə yaşanmış incikliklərin beynində bir arxivini tutmusansa, bu tutduğun arxiv sənin həyatına aqressiyanı və səni sanki alt etmək istəyən, səni belə üzərinə gəlib susturmaq istəyən insanları çəkir. Ona görə deyir ki, bunları bir arxivləşdirmək yerinə və yaxud da ki, zamanı gəlir, mən də sənin cavabını verirəm demək yerinə bu enerjidən biraz daha arınmaq lazımdır. Və xüsusilə də əgər kimsə indiyə kimi kiminləsə düşmənçilik enerjisi var idisə içərisində, xüsusilə bu bir bəy idisə ki, o adam sizə elə bir hərəkət elədi ki, siz dediniz ki, yaxşı, sən görərsən, mən səni eləyəcəm, sən bunu mənə elədin. Həmin insandan çox yaxın bir zamanda yeni bir addım və xəbər gələcəyini gözləyin. Belə əzlərim, ikinci dəstənin sonuna gəldik, keçir üçüncü dəstəyə. Üçüncü dəstədən davam edirik. Üçüncü dəstə, yəni qara rəngində olan qələmi seçənlər. Baxaq görək, üçüncü dəstəni kimlər seçib, enerjiniz hal-hazırda necədir? Üçüncü dəstəni seçənlərin enerjisində hal-hazırda nələr var? Kimlər izləyir üçüncü dəstə ilə bu videoyu? Baxaq. Kimlərə aid olacaq video? Daha çox ailəli olan xanımları mən bəyləri görürəm və yaxud da ki, hal-hazırda burada belə bir məsələ var əzizlərim. Ola bilər ki, ailəli ola bilərsiniz, amma hal-hazırda müəyyən bir sıxışmışlıq hiss edirsiniz. Sanki maddi mövzularda mı bir şeylər sizi sıxır və rahat olmaq istəyirəm, amma kontrolumdan kənarda bir şeylər baş verir və mən onu düzəldə bilmirəm, mən onu əlimdə tuta bilmirəm dediyiniz bir məsələ var. Ola bilər kimsə hal-hazırda bir məsafə yolculuqla bağlı fikirləri var, bir şeyləri artıq
Əvvəlki versiyamı, əvvəlki yaşadığım yerimi, işimi, şeyləri tərk etməyin zamanıdır deyənlər var. Burada daha çox mən görürəm ki, mübarizə aparırsınız. Sanki bir şeyləri düzəltməyə çalışırsınız, kontrol altına almağa çalışırsınız, gücünüzü ortaya qoymusunuz. Mən bunu da bacararam deyirsiniz. Əvvəlki mən əvvəl ümumiyyətlə inanclarımı, əvvəlki düşüncəmi, əvvəl necə idim, bunların hamısını gerdə buraxmışam. Yeni bir versiya yaratmışam və bu versiya ilə yeni bir şeylər həyatıma çəkmək üçün və var olan əlimdə olanları qorumaq üçün savaşıram hal-hazırda deyirsiniz. Və ola bilər ki, hal-hazırda gözlədiyiniz bir pul məbləği var və yaxud da yeni bir yaxın bir zamanda olacaq. Sanki bir gözlənilməz bir fürsət düşəcək əlinizə. Bu fürsət sizin maddi olaraq qaynaqlarınızı artırmanıza səbəb olacaq. Xüsusilə də çalışırsınız bir şey üçün ki, bunu almalıyam, bu mənim olmalıdır. Necə? Yəni bunu mən bacarmalıyam dediyiniz bir məsələ ilə bağlı savaşdığınızı hal-hazırda və yaxın bir zamanda birdən-birə gözlənilməz bir fürsətin əlinizə düşəcəyini görürəm. Daha sonra kimlər bu dəstəni izləyir? Kimlər bu dəstəni izləyir? Baxaq. Aha. Hal-hazırda ola bilər ki, kimlərləsə soyuq münasibətləriniz var və yaxud da müəyyən bir müddətdir ki, biraz təkliyinizdəsiniz. Yəni sanki biraz insanlardan uzaqlaşıram. Biraz özümə vaxt ayırmalıyam. Biraz səhhətimə vaxt ayırmalıyam. Çox da evdən çölə çıxmaq istəmirəm. Biraz daha geri plana incitdiyim də insanlar var. İnsanlar var, onları gördüm və gördüm ki, bunlara dəyməz. Dediyiniz bir məsələ var, amma çox gözəl bir enerji içərisindəsiniz. Həm maddi olaraq bolluq bərəkət enerjisindəsiniz hal-hazırda, həm bir dişil enerji olaraq bolluq bərəkət içərisindəsiniz. Sanki bir toya hazırlaşırsınız. Sanki enerji sahəniz deyir ki, mən səni belə görürəm. Sanki bir toya hazırlaşan, sanki bir yığıncağa, bir şeyləri qeyd etməyə, ailə içərisində ailə fərdləri ilə gözəl anlar yaşamağa və xüsusilə də sənə gələn bir təklif var. İş təklifi, evlilik təklifi, sevgi təklifi, partnerdən təklif, fərqi yoxdur. Sənin yolunda yeni başlanğıclar var və enerji sahəni tərtəmiz və gözəl bir şəkildə görürəm. Nəyə görə? Çünki əvvəlki birlikdəliklərinizi, bəlkə əvvəlki bu partnerdən öncəki partnerinizi və yaxud da hal-hazırda subaysınızsa, sanki sizə xidmət etməyən birilərini artıq geridə buraxmısınız. Duygusal olaraq sağalma dönəmini keçdiyinizi, tamamladığınızı, yeniləndiyinizi və yenidən sahalara qayıtdığınızı görürəm. Tamam, əladır enerjiniz. Qadınlıq, dişillik, potensial əladır. Bolluq, bərəkət enerjisi yüksəkdir. Yaxşı, gəlin görək nələr gözləyir. Üçüncü dəstəni seçənləri nələr gözləyir? Üçüncü dəstəni seçənləri nələr gözləyir? Üçüncü dəstəni seçənlər nələrisə hal-hazırda belə deyək də gözlətmisiniz. Baxın, etməliydiniz, etməmisiniz. Etmədikcə də sanki etmədiyiniz günlərin də ağırlığı gəlir sizin üzünüzə. Bilirsiniz nəyə bənzəyir? Baxın, tutaq ki, siz deyirsiniz ki, mənim filan bir məqsədim var. Bu məqsəd üçün bu addımı atacağam. Bunu bugün atmadınız. Səhəri gün deyirsiniz ki, mən bunun üçün addım atmalıyam. Yenə atmadınız və bir həftə sonra falan görürsünüz ki, üzərinizdə bir ağırlıq var. Niyə görə? Çünki hər gün o işə verməli olduğunuz enerjini içəridə saxladınız deyə artıq sizə yük olmağa başlayır. Yəni içəridə yığılmış bir enerji var və artıq sizə ağırlıq eləyir. Çünki çox gözlədirsiniz, çox dayanmısınız. Belə bir məsələ var. Amma artıq növbəti bugündən etibarən 8 gün ərzində ayın 18-i, 28-i 8-li bir zamanda hərəkətə keçdiyinizi görürəm. Xüsusilə də hal-hazırda mən işləyirəm, hal-hazırda mən bir şeylərin üzərində əmək verirəm deyirsiniz. Mən bunun bəhrəsini görmək istəyirəm, mən bunun təklifini görmək istəyirəm. Bəlkə mən bir şey eləmişəm, mən təcrübə proqramına getmişəm, iş təklifini gözləyirəm və yaxud da ki, pul yığıram, istəyirəm əlimə yaxşı bir fürsət düşsün, istədiyimi alım. Üzərində çalışdığım şeyin bəhrəsini görmək istəyirəm deyirsinizsə, buna sizə bəhrəsi ən yaxın bir zamanda gəlir. Daha sonra həyatımda balansı maddi və mənəvi olaraq balansda olmağı istəyirəm deyənlər. Yəni pulu da rahat bir şəkildə mənim həyatımda axsın,
Sevgi də rahat bir şəkildə olsun. Həyatımda düzən istəyirəm, həyatımda huzur istəyirəm, sakitlik istəyirəm, dəngə istəyirəm. Dəngələri qarışmasın. Yəni burada pul qazanım, eyni zamanda bu tərəfdə sevgilimlə problem yaşayım. Yox. Hər tərəfli xoşbəxt olmaq istəyirəm deyirsənsə, bəli, barış, toy, bayram, xoşbəxtlik, huzur, rahatlıq səninlə olacaq yaxın bir zaman içərisində. Və xüsusilə də maşınla bağlı, yolculuqla bağlı, yeni maşın almaqla bağlı, yeni məqsədləri və hədəfləri qoymaqla bağlı və hədəflərə çatmaqla bağlı inanılmaz dərəcədə enerjiniz dəstəklənir. Baxın, ola bilər ki, sadəcə sizə bir qığılcım lazımdır. Bu olsun da hərəkətə keçin. O qığılcım, o fürsət gəlir. Ola bilər sizin üçün sadəcə bir təklif lazımdır. O olsun, mən hər şey düzəldim, başlayım. Bəli, o təklif gələcək. Ola bilər mənə bir dənə kömək gəlsin, mən bu arzumu 100% reallaşdıracağam. Bəli, o təklif gələcək. Belə bir möhtəşəm enerji sizi gözləyir əzizlərim. Xüsusilə də həm pulların, həm kupaların, həm tılsımlar hamısının ası gəldi. Yəni hər şey yeni başlayır sizin üçün. Pul da, sevgi də, maddiyyat da sanki yeni bir enerji ilə sizin həyatınıza daxil olur. Enerji sahəniz çox təzə və təmizdir. Daha sonra nələr var burada? Daha sonra nələr var? Bəzi insanlar, bunlar kimlərdir? Bu insanlar nə isə üzə çıxartmağa çalışanlar var. Bir şeylər səhvdir, bir şeylər yalandır, bir şeylər də xəyanət və ya riyakarlıq enerjisi hiss eləyirəm deyirsiniz və sanki məni aldadırlar deyirsiniz. Əgər belə bir düşüncədə olanlar varsa və yaxud da ətrafımı tam tanıya bilmirəm, kim mənə düzgündür, kim mənə qarşı yalandır bilmirəm, kim düşmən, kim dostu bilmirəm. Yaxın bir zaman içərisində yolunuzun təmizlənəcəyini və aydınlanacağınızı görürəm. Bu aydınlanma sizə rahatlıq və fərahlıq gətirəcək. Bu aydınlanma sizi üzməyəcək. Bu aydınlanma sizi əksinə daha parladacaq, daha rahat və daha yüngül bir enerjiyə gətirəcək. Çünki sanki bu aydınlanmadan sonra belə bir üzərinizdə bir yük var idi, sanki o yükü atacaqsınız. Sanki biləcəksiniz ki, oyda bu mənim kürəmdə bir ağırlıq var idi. Bu getdi, bu rahatladım deyəcəyiniz bir məsələdir. Və bu rahatlamanı gördükdən sonra belə bir sevdiklərinizə daha yaxınlaşacaqsınız. Daha bir özünüzə sanki necə deyim, daha çox zaman ayıracaqsınız özünüzə və sevdiklərinizə. Bəzilərinizdə belə bir durum ola bilər əzizlərim. Sevdiyiniz insanla bağlı müəyyən bir üzləşmələr yaşana bilər. Onun danışdığı və yaxud da sizin ona danışdığınız hər hansı yalanların üzə çıxması ilə bağlı ola bilər. Bunların danışığı sizi bir müddət belə hiss elətdirə bilər. Mən bunu necə həll edəcəm? Sanki biraz sizə qorxu və narahatlıq gələ bilər ki, bu üzə çıxdı və mən bunun altından necə çıxacağam? Və yaxud da ki, mən bunu öyrəndim, necə davam edəcəm? Bəzilərinizdə isə belə də ola bilər. Çünki burada çox adam izləyir. Daha sonra və bu məsələ ilə bağlı ola bilər ki, tutaq ki, partner nə isə yalan danışıb, bunun üstü açıldı. O sizə doğru addım atacaq. Siz müəyyən bir uzaqlaşmaq və biraz daha mən istəmirəm artıq danışmaq deyəcəksiniz. Amma mövzunu çözəcəksiniz. Çünki burada dünya kartı var. Daxilinizə tapacaqsınız mövzunun həllini. Yəni biləcəksiniz necə həll etmək lazımdır. Bu mövzunu necə tamamlamaq lazım olduğunu biləcəksiniz. Əgər kimsə xəyanətə uğrayırsa və dəfələrlə bunu yaşayıbsa və indi deyirsə ki, mən bunu bir də yaşasam, bəli, tamamlanmanı özünüzlə edəcəksiniz. Yəni siz tamamilə yolları ayıra bilərsiniz və tamamilə ayrılıq qərarı da verə bilərsiniz. Yəni bu da ola bilər. Çünki burada hər kəsin öz enerjisinə uyğun mövzunu bitirib həll edəcəyini görürəm. Yəni bu mövzu həll olur, tamamlanır və həyatınızdan bir dəfəlik çıxır deyə görsənir. Daha sonra daha sonra maddiyyatla bağlı ümumiyyətlə belə deyək də bir maddi bir gəlir var burada. Gələn sizə doğru bir gəlir var. Amma sizin çıxarlarınız da çoxdur. Və siz düşünürsünüz ki, bu gəldi də tamamən bu çıxarlarımın hamısını həyata keçirə biləcəmi. Kartlar deyir ki, çox pozitiv olmalısan və çox rahat olmalısan bu mövzu ilə bağlı. Ümumiyyətlə bir kontrol buraxmalısan. Yəni bir otaqda oturub bütün günü
pul da ola bilər, sevgi ola bilər. Bir şeyin hesabatını aparırsan, bu hesabatı dayandırmalısan. Gölə çıxmalısan, oynayıb əylənməlisən, heç düşünməməlisən belə ki, mənim orada bir problemim var. Bunu mütləq sizə kartlar məsləhət görür. Qəlbinizi qıran insanlardan üzr təklifləri var eyni zamanda və xüsusilə də əgər kimsə sizi incidibsə və kimsə sizi qısqanclıqla boğubsa, bu insanın yenidən sizə addımı var. Yeni bir iş başlanğıcı var. Rəsmi bir sənəd məsələsinin düzəlməsilə gözlənilməz bir tamamilə sıfırdan yeni başlanğıc var kimlər üçünsə. Və yaxud da hal-hazırda tək olanlar üçün Qoç oxatan və tərəzi enerjili birinin həyatınıza daxil olma enerjisi var. Ola bilər ki, kimlərdəsə bir bəyin xüsusilə davranışlarında belə bir şey hiss edəcəksiniz. Bu nəsə belə tam net davranmır mənə. Bir qeyri-müəyyənlik var bunun davranışında. Gəlin görək bu qeyri-müəyyən davranışın səbəbi nədir? Bu qeyri-müəyyən davranışın əslində səbəbi bilirsiniz nədir? Bu insanın itirmə qorxusu və narahatlığıdır. Bu insan sanki deyir ki, mən əvvəllər tam olaraq ipləri kimə vermişəmsə, məni zədələyiblər, əziblər deyə mən çox ehtiyatlı davranmalıyam. Amma bu məsələ ilə də bağlı bu insanın sizə net və açıq davranacağını istədiyiniz formada gələcəyini görürəm və sizə bəzi üzüntülərini danışacağını görürəm. Əgər həyatınızda belə biri varsa və yaxud belə bir insan enerji alanınıza girə bilər ki, sanki belə gəlib, amma bilmirsiniz ki, bu nə istəyir də, canının dərdi nədir, necə deyərlər. Və son 3 kartı da çəkirəm. 3-cü dəstək üçün. Və son 3 kart deyir ki, münasibətləri ciddiləşdirmək vaxtıdır. Münasibətləri adını qoymaq vaxtıdır, necə deyərlər. Artıq özünə bir şans vermək vaxtıdır. Barışlar, əməkdaşlıqlar, üzbəüz danışıqlar, yeni münasibət başlanğıcları üçün ideal bir zamandasınız. Bir şeyləri görüşərək qeyd eləyəcəksiniz. Adı günüsünü qeyd eləyənlər ola bilər. Kiminləsə görüşüb nəyinsə adını qoyanlar ola bilər. Möhtəşəm bir enerji sizinlə olacaq. 3-cü dəstə. Özünüzə yaxşı baxın və fikirlərinizi yazmayı unutmayın.